vaxtınız xeyir, xoş gördük sizi. Bugün sizinlə kokoslu kurabiye hazırlayırıq. Çox asan, ləzzətli, əziyyət verməyən bir kurabiyedir. Gəlin başlayaq. Mən reseptin 1/3-dən istifadə edəcəyəm. Siz isə hamısını istifadə edə bilərsiniz ki, çox alınsın. Çünki həqiqətən də çox ləzzətlidir. Videonun altında hər şey yazılacaq. Oradan zəhmət olmasa baxın, köçürün və əlbəttə bişirin. Yenə deyirəm, mən 1/3-ni hazırlayıram. Ona görə bir yumurta götürürəm. Yumurtanı sındırırıq. Ağlı, sarılı istifadə edirik. Mənim yadımdan çıxdı. Yumurtaya duzu vurmaq lazımdır. Əgər duz vuracaqsınızsa, duz halallıq üçün vurulur, bir çimdik. Yox, istəmirsinizsə onu vurmaya bilərsiniz. Üzərinə şəkər tozu əlavə edir və bir çırpıcıya ehtiyacınız olacaq. Mikser yox. Götürürsünüz bunu qəşəng-qəşəng, istəyirsiniz bir çatalla da bunu çırpa bilərsiniz və çırpıcı ilə fərq etməz. Çırpırıq və daha sonra mən üzərinə duz əlavə elədim. Narın duz əlavə elədim ki, tez necə deyim, ərisin. Kokosu alanda fikir verin ki, onun dənələri belə çox xırda olmasın. Uzun sov olsunlar. Çünki kokoslar da cürəbəcür olur və istəsəniz bəziləri onu qovururlar. Mən qovurmuram. Yadınızda saxlayın. Qovurmasanız daha yaxşı alınır. Bir balaca, deməli gördünüz, mən duz səpdim üstünə, o da ki halallıq üçün. Duza ehtiyac olmur burada. Heç hiss olunmur ki duzsuzdur. Mənim kokosum çox xırdadır. Fikir verin. Bu xırda kokosdan Rafaella hazırlamaq olur və bir də kokoslu konfetlər var. Bilirsiniz, Bounty. Onlar hazırlamaq olur. Çox qəşəng alınır. O irilərdən məndə yox idi. Ona görə bu növ kokosdan istifadə elədim. Siz də baxarsınız, alanda fikir verin. Bir də ki, onun o iri olması o deməkdir ki, aldığınız kokos rəndəsi daha təzədir. Yəni, köhnə deyil. Qaldıqca o quruyur. Həm təzədir, həm də yağlıdır. Və salam, xəmirimiz hazır. İndi götürürük bir dənə qab. Üstünə mütləq kağız salın və ya silikon lövhəniz varsa onu qoyun. Silikon lövhəni əlbəttə yağlamaq lazım deyil, amma kağızınızı mütləq yağlayırsınız. Ona görə ki, bu çox şirindir, yapışır. Əlbəttə, şirinisini az qoya bilərsiniz. Onda da, necə başa salım sizə, elə bil ki, onun yapışmaq ehtimalı biraz çətinləşir. Əgər istəyirsinizsə, onlar dağılmasın, biraz belə gördüyü əlimdə sıxıram, görürsünüz də, bu cürə sıxa bilərsiniz və ya içərisinə bir çay qaşığı, artıq yox, bircə çay qaşığı un qata bilərsiniz. Bir azacıq fərqli alınacaq, lakin dağılmayacaq. Yox, əgər istəyirsiniz belə dağılan olsun, belə rus demiş pışno olsun, onda 2 dənə qaşıq götürürsünüz, birinə götürdünüz, o burası ilə sıyırın, qoyun kağızın üstünə. Vəssalam, da əl vurmayın. O olacaq belə qar topu kimi, yumru olmayacaq. Amma görünüşü həqiqətən də gözəl olur. Bu cür eləyəndə isə sonra bunları şokolada batırıb, çıxarıb, üzərinə vafli xırdası vursanız, olur sizin üçün Rafaella. Yəni ki, hesab edin ki, 2 resept birində, bir videoda. Və salam. Bəs bunları necə pişiririk, neçə dərəcədə? Əlbəttə, yumurtalar pişməlidir bunun üçün də. Ona görə bizə 180 dərəcəli soba lazımdır. 20 dəqiqəyə pişirlər. Amma sobadan sobaya fərq var. Xəmirinizdə də fərq olur. Ona görə xahiş edirəm qoyub, çıxıb getməyin. Başın üstündə durun. Bir damcı qızardı.
götürüb qoyursunuz qırağa, soyudursunuz. Vəssalam. Mən isə burada görürsüz, çalışıram ki, bunlar dağılmasın. İstəyirəm belə girdə olsunlar. Belki bunları sonra şokolada buladım. Belki de yok çünkü azdı ve her bir tane götürende orada bir şey kalmayacak. Hoşunuz geldi. Yine pişende göreceksiniz. O kadar da necə deyim, əziyyət çəkmirik və bişməyi də tezdir. Bircə əziyyəti odur ki, kağıza da, hətta yağlı kağıza da yapışır. Ona görə ehtiyatlı olun. Silikon üstündən daha asan çıxır, nəinki yağlı kağızda. Yəni baxın, artıq bişdilər. Görürsüz, biraz acıq şişirlər və aşağı elə bil ki, yatırlar. Tavana əmələ gəlir bunlarda belə alt hissəsi. Görürsüz, hətta kağıza, yağlı kağıza yağ, gör nə qədər orada yağ var, yenə də yapışırlar. Yəni şirəsini az qoymaq olar. Onda da sözünüzə o qədər də ləzzətli olmurlar. Amma nə qədər az şirini işlətsəniz, ümumiyyətlə faydası var. İsti-isti çıxardanda rahat çıxırlar. Çox bərk də basmaq olmur çünki dağılırlar. Nə barədə dağılırlar? İçi elə bil ki, boşdur da. Bildiyiniz kimi bunun içində un yox idi. Axırıncını baxın beləcə. Elə bil ki, bizi pişirəndə necə alınır? Təxminən elədir, amma qalıb soyanda xırçıldayacaq. Belə isə yox. Bişirin, çox asandır və ləzzətlidir. Xoşunuz gəldisə videomu paylaşın. Başqaları da pişirsin, görsün, baxsın videoya. Və mənə yenə qonaq gəlir. Mən sizi gözləyəcəyəm. Sizə can sağlığı, uzun ömür, uğurlu işlər, süfrəniz bol, cibiniz dolu olsun, ailəniz də şad və firavan yaşasın. Sağ olun, sağlıqla qalın, yenə də görüşərik. Xudahafiz.